Hər kəsə salam dostlar. Sizlə mənəm Zır Paket 2026. Bu günləri mən sizə aldığım bütün ucuzdan bahaya zır paketləri göstərəcəm. Yəni ən ucuz zır paketləri aldığımları və bahalı zır paketləri göstərəcəm sizə bu günləri. Çoxdan da video çəkmirdim çünki baxış çox az yığırdı videolarım. Ona görə də marağım da getmişdi ki video çəkməyim. Yəni indi bu günləri kommentləri oxudum, gördüm ki çoxunuz video istəyirsiniz, ona görə də bu günləri maraqlı, inşallah maraqlı olar bu video. Yəni bu part 7 kimi adlanan bir video gedəcək yəqin ki, çünki qabaqda hələ bir ay var yeni ilə, qabaqda hələ çox zır paketlər görəsiniz siz inşallah ki. Gəlin başlayaq. Ən ucuz bir zır paketi göstərim, gəlin sizə. Balacadan böyüyə yəni həmişə kimi göstərəcəm sizə. Bunun adı, bir dəqiqə, qiymətlərini, adlarını, hər şeyi sizə danışacağım bugün. Belə zır paketdir. Pis görsənir. Baxın, bunun adı nədir? Premium 1 deyəsən. Piratkadır deyəsəm. Rus dilində yazılıb burada. Gördüyünüz kimi. Bunun qiyməti yəni fərqli qiymət olur. Videolarda çox oxumuşam, yəni çoxunuz deyirsiniz ki, qiyməti ayrı-ayrı deyirəm. Yəni mən aldığım momentin qiymətini indi bu dəqiqə deyəcəm. Yəni bu videoda bütün qiymətləri deyəcəm. Yəni bunun qiymətini mən 30 qəpiyə almışdım. Yəni keçən videolarda 50 qəpik demişdim. Keçən videolarda yəni elə bilirdim 50 qəpik idi. Çünki mən alamda çox götürürdüm. Yəni bunu belə qoyaq. Kameranı yaxşı tutdum, bəli. Sonra bunun qiyməti 30 qəpik dediyim kimi aldığım yeri videonun axırında deyəcəm. Yəni kommentlərdə soruşmayın, çünki kommentlərdə soruşanlar axıra kimi baxmırlar videoya, ona görə də axırda deyəcəm. Sonra gəlin göstərim 50 qəpiklik zır paketi. Bunu birinci dəfə almışam, Maxim firmasının zır paketidir. Bilmirəm nətər olacaq, video maraqlı olsun deyə ayrı-ayrı zır paketlər aldım. Yəni blok da var, amma belə zır paket almışam. Bunun qiyməti 50 qəpik idi. Yəni saldırmışdım qiyməti, çünki biraz baxaya verirdi. 1 manat 50 qəpiyə verdilər. Qiyməti saldım 50 qəpiyə. Yəni belə bir Maxim firmasının zır paketidir. 50 qəpik qiyməti var. Yəni dəyər dəyməz, onu siz yazın kommentlərdə və sizə görə ən yaxşı zır paket hansıdır? Hansını alım, videoda çəkim? Siz yazın kommentlərdə, çünki indi bu dəqiqə göstərdiyim zır paketlər heç 10% də olmayacaq, yəni. Gəlin indi sonra 70 qəpik, yox, 70 qəpik yox, keçən ildən qalmış Titan 2. Bunun qiyməti ya 50 idi, ya 40 idi. Yəni blokla almışdım, keçən illər Azərbaycanda ən çox məndə idi, yəni bunlardan, Titan 2-lərdən. Yəni kim köhnə videolarıma baxıbsa, indi keçib bu videodan sonra keçib baxa bilər. Yəni keçən ilki qiymətlərdən fərqlənir. Yəni bu ilki qiymətlər. Gəlin sonra bu da ya 50 idi, 50 qəpik idi deyəsəm. Bəli. Bu kommentlərdə də bir neçə nəfər yazmışdı. Bu zır paketin atasıdır demək olar. Və baxın, yəni bu boyda fərqi vardı onların. Bax, özünüz görürsünüz də, yəni fərqi. Fərqi özünüz görürsünüz. Bunu deyəsən 50 qəpiyə almışdım. Bunu da kommentlərdə istədiyiniz sualları yaza bilərsiniz. Yəni indidən deyim ki, zır paketləri nə satmıram, yəni mən satmıram. Fikrim də yoxdur satmağa. Yəni 100 manat verirsən satmayacağam. Gəlin sonra 1 manatlıqlara keçək. 1 manatlıq. Bu keçən ildə almışdım. Maraqlı bir zır paketdir. Videoya görə beləsini bu ildə aldım. Bu nədir? Nəysə, heç nədir.
MK536 dağılmır inşallah. Hə, MK536 yazılıb, amma MK536 deyil. Bu RAM Grand Boom'dur bu. Yəni keçən ildə almışdım bunu. Yerə qoyursunuz, ya uçur. Mən nə qədər bunu yandırmışam rayonda. Yəni bunu yandıranda uçmur da, yəni ancaq fırlanır yerdə, yəni belə fırlanır yerdə. Ona görə də bu ildə yoxlamaq istədim. Ona görə bu ildə aldım bundan. Maraq üçün, video maraqlı olsun deyə. Gəlin sonra 1 manatlıq baxamıyorum nə vardı burada maraqlılardan. Blokları ən axırda göstərəcəm. Evet, bu zırh paket deyil, amma bunu da göstərim sizə, yəni açığını göstərim. Bunu yerə atırsınız, təhlükəsiz bir zırh paketdir bu, yəni yerə atırsınız, popdur, yəni yerə atırsınız partlayır, partlamır, bum eləyir, vəsə. Yəni çox təhlükəsiz bir əşyadır bu. Bunun da qiyməti 50 qəpik idi, paçkasında yazdığı kimi 40 dənəsi vardı, amma inanmıram, yəni 40 dənəsi ola bilməz onun içində. 1 manatlıq. Sonra gəlin indi sizə paçkalar göstərim. Burada bu boyda blok vardı. Orada da vardı blok, amma bunu indi göstərəcəm sizə. Bunu hələ açmıram, yəni gələcəkdəki videolarda çox olacaq. Ona görə də maraqlı olsun deyə videolar gələcəkdəki videolarda açaram bu zırh paketi. Yəni blokunu gələcəkdəki videolara açaram. Gəlin belə qoyaq. İçində indi gəlin göstərim nələr vardı. Belə bir 10 dənə paçkadır beləsindən. 10 dənə paçkadır. Yəni ən 2 dənə rəng olur bunun içində, ya qırmızı, ya sarı. Sarı ən yaxşısıdır, çünki yaxşı bir səs çıxır bunlardan. Yəni almağa dəyər məncə. Amma yenə də deyim, keçən videolarda görmüşsünüz yəqin ki, zırh paket almayın, çünki çox təhlükəli bir şeydir. Yəni olur da yeni ildə fişəng ala bilərsiniz, yəni valideyniniz vardısa, valideyninizlə partadarsınızsa, yəni valideyn yoxdursa yanınızda, elə bu fişəngi də almayın, heç nə almayın, çünki çox təhlükəli bir şeydir bu. Yəni fişənglər vardı, indi valideynlər, yəni valideynin icazəsi ilə partlada bilərsiniz, amma yəni əlinizə tutmayın da, çünki çox Bakıda çox belə situasiyalar olub ki, yəni adamlar partlamayıb, yəni üzləri partlayıb, qopub, çox olub da belə, yəni xəbərləri izləyənlər bilər, yəni. Bağışlayın, rezalatkam sönmüşdü ona görə. Gəlin, bunu da göstərim sizə. Bu içində dağılıb bu. Bunun da qiyməti, gəlin, blokun qiyməti 13 manat idi, amma bu bloku mən keçən ay almışdım, yəni keçən ay oktyabr ayında almışam, ona görə çox ucuz zırh paketlərdir bunlar. Yəni bunun blokunu 13 manat, yəni bir paçkasını 1 manat 30 qəpik almışam. Yəni gəlin bunları da belə düzək, qəşəng görsənsin deyə. Sonra gəlin 2 manatlıqlara keçək. 2 manatlıq zırh paketdir. Yox, 1.50'lik də vardı. Gəlin 1.50'ləri göstərim sizə. Titan 1 1.50 idi. Titan 2-dən qat böyüdü də, yəni çox böyük bir zırh paketdir bu. Birinci dəfə görmüşəm bunu, birinci dəfə də almışam. Birinci dəfə də partladacam bunu mən. Bunu da belə qoyaq. Yəni sonra baxaq görək nəyim var, nəyim yoxdur. P23'ləri də 1 manat 50 qəpik almışam. Yox, 1 manat 50 qəpik yox, 1 manat almışam. P23'lər. İndi videoda az göstərəcəm. Korobkada vardı, amma indi video yerləşsin deyə az göstərəcəm. Bu P23'lər
Keçən illər də belə idi, yəni bu illərə qədər indi yoxdur da, yəni Azərbaycanda tapmaq olmur beləsini, yəni fişəng stili buradan çıxan yoxdur. Yəni bunlar da indi Çindən yəqin ki gəlirlər, çünki orijinal bir mal deyil də bu. Çoxsu var deyə məndə Distan bir orijinaldır, bu orijinaldır, bunlar hamısı orijinaldır. P23 ilə Zenga biraz bilinmir də, yəni orijinal deyil. Ona görə yəni Maxim firmasından bilinmir, orijinal gətirirlər yoxsa yox. Sonra gəlin maraqlı nə var? 1 manat 50 qəpiyə beləsi də var idi, almışdım. Super Pirat keçən ildə almışam, Novruz bayramı saxlatdırmışdım. Videoları kim izləyirsə bilir nə zır paketidir. Gəlin Zengaları göstərin. Nə qədər göstərim, bir dəqiqə. Korobkadan çıxartdım. Bir dənisini də çıxardım. 1, 2, 3, 4, 5 dənəsini çıxartdım. Yəni 5 dənəsi. Bunun da qiyməti 2 manata yaxın idi. 1 manat 50 qəpik idi. Bu da deyəsən. Yəni ola bilər ki, səhv danışıram. Çünki keçən videolara neçə həftə, neçə ay keçib ki, yəni indi yadımdan çıxır da bunlar. Sonra gəlin bunu göstərim sizə. 2 dənə böyük. Gəlin bunu göstərim. Bunun qiyməti 2 manat 50 qəpik idi. Çox böyükdür bu. Yəni belədir. Gəlin P23-ün yanında göstərim bunu. İçi belədir. P23. Yəni 4 dənə P23 girər də bunun içinə. İçi doludur. 3 manat almışam, maraqlı video çıxsın ona görə. Yəni bunun partlatma qaydasını hələ ki bilmirəm. Yəni videoda, internetlərdə baxaram, öyrənərəm inşallah ki. Yəni bunu da belə kameranı belə çevirək. Big Boom 3 manata. Gəlin Koi 2010 belə bu bilinmir hardan gəlib. Deyəsən Rus Ukrayna malıdır. Bu orijinaldır, yəni bu Maxim firmasından gətirilmişdilər. Korobkadan çıxartılmışdılar. Yəni bunu da 3 manata almışdım. Çox böyükdür, yəni. Gəlin indi blokları göstərim sizə, blokları. Gəlin maraqlı bloklar varmı? MK27 18 ədəd, yəni 2 dənəsində indi yoxdur məndə. MK27 18 ədədi vardı, 20 ədədi var deyə prosta ikisi haradasa korobkalardadır. Bu da Ukrayna bilinmir, orijinal deyil, bilinmir. Amma vardı, paçkada da belələr də vardı, yəni bunlar çox qəşəng görsənirlər. Yəni qiyməti yaxşı idi. Blokun qiymətini neçə almışdım mən? 11 ya da 12 manat almışdım. Ya 9 manat. Haradasa belə idi, yəni biri harasa 1 manata da düşmür, yəni biri haradasa 70 qəpiyə düşür. Yəni belə almışdım bloku. Bunları belə düzək. Sonra bir dənə blok göstərim sizə. Explosive P20 çox qəşəng görsələr. Zır paketli partlamağı da yaxşıdır, yəni P23-ə çatır, yəni bu çox qəşəng bir zır paket. Görünüşü də çox bomba kimi görünüşü vardı bunun. İçində 20 ədəd vardı. Baxın, yəni bunlar orijinaldır. Bunlar ən orijinallarıdır. Bir dəqiqə töküldü, amma heç nə olmaz. Görürsünüz də, yəqin ki görürsünüz içində nə qədər var. İşıq görsəndir, yəni açmaq istəyirəm, siz göstərmək istəyirəm. Yəni 20 dənəsi var da, özüm saymışam, yəni bunlar orijinaldır. Söz deyən olmaz bunu. Belə. Sonra nə var? Bir dənə maraqlı bir şeylər göstərəcəm sizə. Belə fişəng göstərəcəm. Bu yəni 16 plus fişəngidir. Bu da orijinaldır. Gəlin bir dənəsini yox, 3
3 dənəsini göstərim. Fitili də buradadır. Bunun digərini açıq fitili göstərək. Pis görsənir. Fitili niyəsə pis görsənir. Burada göstərmir, görsənmir, gözcüm bir dəqiqə. Fitili görsənmədi. Yəni, fitili bu boydadır. Bunlar 15 dəfə vururlar və 15 dəfədə fıs 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 belə səslər çıxır. 30 dəfə vururlar bunlar. Neon rənglərlə. Bunun qiymətini mən neçə almışdım? 3-nə 4 manat vermişdim yəni. 1 manat neçəsə qəpiyə düşür. Yəni bunlar da belə düzəyə gəlin. Düzdür bunlar da belə. Bunlar da belə düzdür. Ucu videoya yerləşmir, yəni yuxarı ikinci mərtəbədə bəlkə eləyərəm. Yəni gələcək videolara part 8 inşallah ki bəyənsəz bu videonu. Bu videoya 100 like gələn kimi part 8 çəkməyə başlayacağam. Yəni videoya dəstək olun, kanala abunə olun. Yeni video istəyirsinizsə görməyə, yəni kanala abunə olun və yeni videoları buraxmamaq üçün kolokольчик eləyin, yəni. Sağ olun uşaqlar, salamat qalın və aldığım yeri deyirəm, sonra kommentlərdə partladasınız niyə deməmişəm yeri. Yəni aldığım yeri deyirəm. Bunları mən hamısını Sədrəydən almışam, yəni həmişəki kimi Sədrəydə satırlar, yəni. İndi dəqiq sektoru bilmirəm, sıranı bilmirəm, amma indi deyə bilərəm ki, yəni Sədrəydə indi getsəz, mağazinlərdə soruşsaz bir-bir tapa bilərsiniz, yəni yeni ilə yaxın. Amma indi belə, mən də belə eləmişdim, yəni getdim tapdım, yəni. İndi başımda qalmır, başımda dünənki yemək də qalmır, nə yemişəm, ona görə də deyəmərəm, çünki başımda qalmayıb, xardan almışam bu cür paketləri. Amma dəqiq bilirəm ki, Sədrəy Şirniyyat bazarından almışam bunları. Yəni mən özüm bu cür paketləri rayonda partladacam, atam ilə, yəni yanımda böyük adam olacaq. Ona görə də siz də partlatsaz, yəni siz də qərar versəz ki, alırsınız, yanınızda bir böyük adam olmalıdır, ya baba, ya ata, yəni və bunları partlatsaz ən yaxşı ki, şəhərdə partlatmayın, çünki adamlara da zərər verə bilər, səslərə görə çox. Yəni indiki vaxtda səsləri də adamları qorxuda bilər, çünki bu boyda zır paketlərə görə, nə bilim, bu boyda zır paketlərə görə partlatsaz, yəni adam yanında ziyan verə bilər adama. Yəni oldu, hamıya sağ olun, salamat qalın, abunə olun kanala. Yeni videoları unutmayın baxmağa, sağ olun.